Ankara, Orta Asiya dövlətləri ilə birgə maliyyə təşəbbüsləri həyata keçirir, müdafiə müqavilələri hazırlayır və birgə hərbi təlimlər təşkil edir. Son zamanlar Türkiyənin regionda müşahidə edilən bu hərəkətliyini Almaniya nəşri Rusiyaya qarşı kimi qələmə verir. Yazı müəllifi əmindir ki, bu tip gedişlər Rusiyanın Orta Asiyadan sıxışdırılmasına yönəlib. Müşahidəçilər hesab edir ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Orta Asiya ölkələrinin iqtisadiyyatını yenidən formalaşdırılmasına təkan verib. Rusiya şirkətləri baş ofislərini Qazaxstana köçürüb və bəzi Orta Asiya şirkətləri qadağan olunmuş malları Rusiyaya ixrac etməklə məhdudiyyətləri aşmağa çalışırlar. Eyni zamanda əvvəllər Rusiyaya beynəlxalq bazarlara çıxış qapısı kimi etibar edən Orta Asiya ixracatçıları artıq yeni marşrutlar axtarışındadılar. Bu da öz növbəsində Çini, Xəzər dənizi və birbaşa Türkiyə vasitəsilə Avropa ilə birləşdirən Orta dəhlizə marağı yenidən gündəmə gətirib. Müşahidə edilən bu canlanma fonunda Türkiyədə üzünü Orta Asiyaya tutub və bu regionda aktivləşib. Türkiye ile Rusya'nın Türkistan coğrafyası ve Merkezi Asya'da karşı karşıya gelme gibi bir ihtimali askeri olmaktan ziyade nüfuz mücadelesi ve jeopolitik bir siyasi mücadele şekliyle değerlendirilmelidir. Çünkü başka türlü Türkiye ile Rusya askeri olaraktan karşı karşıya gelme ihtimali dediğimiz gibi oldukça zayıftır. Nüfuz mücadelesiyle karşı karşıya gelme ihtimalleri var iken Türkiye'nin Batı ile olan ilişkileri ve Rusya'nın Batı ile olan gerilimlerine bağlı olarak da Türkiye ile Rusya'nın diyaloglarının son zamanlarda geçmişe nazaran daha da ileri seviyelerde olduğu da unutulmamalıdır. Rəqəmlərdə Türkiyənin Orta Asiyada aktivləşdiyini göstərir. Diqqət yetirsək, daşınan yüklərin həcmi 2021-ci illə müqayisədə 530 min tondan 4,5 milyon tona qədər artıb. Tikinti sektorunda da birgə müəssisələrin sayı getdikcə artır. Özbəkistanda Türkiyə-Özbəkistan müəssisələrinin sayı son 5 ildə 3 dəfə artaraq təxminən 2000-ə çatıb. Görünən odur ki, Ankara silah ixracı, infrastruktur layihələri və mədəni diplomatiya vasitəsilə Orta Asiyada təsirini gücləndirir. Lakin Alman nəşri əmindir ki, Türkiyəyə Rusiya ilə rəqabət aparmaq çətin olacaq. Bu yanaşma Rusiyanın regionda güclü rəqib olaraq qalması ilə izah edilir. Çin'in de Türkistan coğrafyasına, Merkezi Asya'ya ekonomik ve altyapılarla birlikte sermaye girişleriyle kalıcı olma hedefli girişimleri olduğu da görülmektedir. Ve Çin'in bu hamlelerine karşı Rusya, Türkiye'yi geri plandan destekleyerek Çin'e karşı orada güçlenmesini de destekledikleri hatadan çıkartılmamalıdır. Mərkəzi Asiya dövlətlərində əsasla Qazaxstan mövzusunda böyük güclərin mübarizə apardığını görə bilirik. Çinin iqtisadi artırımları çoxalmışdır. Həmçinin Türkiyənin silah satışında artım müşahidə olunur. İndiki məqamda Rusiya ilə Türkiyə arasında hərbi münaqişə olmasa real görünmür. Mərkəzi Asiya uğrunda buna baxmayaraq hal-hazırki məqamda bu böyük dövlətlər mübarizəni genişləndirəcəklər və hansı dövlətlərin resursu çoxalarsa həm siyasi, hərbi və iqtisadi resursdan söhbət gedir. Həmin dövlətin Qazaxstan uğrunda və ya da Mərkəzi Asiyanın digər dövlətləri uğrunda manevr etmə qabiliyyəti daha da çoxalacaq. Əsas hədəfi Çin olan Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın da Orta Asiya ölkələrinə olan marağını gizlətməməsindən sonra Ankara istiqamətində gələn bu kimi iddialar xüsusi diqqət çəkir. Bu o deməkdir ki, hazırda super güclərin yeni məkanda yeni nüfuz savaşı gedir. Sözü gedən regionda kimin uğur qazanacağı isə zaman, məkan və daha cəld qərar qəbulundan asılı olacaq.